Salam, mən siyasi bloger Elnur Aliyev. Keçmiş prezident Heydər Əliyev deyir ki, Kime ne kadar lazımdır bu azadlıktan o kadar da istifade etsin. Hiç kəsə heç bir məhdudiyet yoktur. Azerbaycan'da insan azattır. Azerbaycan'da insan müstakildir. İnsan öz müstakil fikrini her yerde ifade edebilir. Hiç kəs bunun qarşısını alabilmez. deyir ki, hər bir kəs öz azad fikrini hər yerdə deyə bilər. Axı bax, şəxsən mən azad fikrimi deyirəm. Sənin diktator oğlun başqa yöntemlərlə, hədə qorxularla və şantajlar, təhdidlər, ölüm hədələri gəlir. Hə? Bəs bu necə olur ki, Azərbaycan müstəqildirsə, bu qədər aksiyalarda tutulmuş insanları niyə İlham Əliyev, sənin oğlun İlham Əliyev türmələrdə işgəncələr verir? Niyə? Axı sən demokratiyadan, müstəqillikdən danışırsan axı. Necə ola bilər bu? Ay İlham Əliyev. Atovun dedikləri, sənin dediklərin heç bir də üst-üstə düşmür. Əgər həqiqətən də elə demokratiya, elə müstəqillikdirsə, mən bugün açıq-aşkarını, öz haqlarımı, hüquqlarımı tələb edirəm. Azərbaycan xalqının dilindən Azərbaycan xalqının haqlarını, hüquqlarını tələb eləməyə çalışıram. Və hər bir kəsdə mən dəfələrlə çağırış etmişəm ki, söyüşsüz, təhqirsiz Əliyev rejimindən haqlarınızı, hüquqlarınızı tələb eləyin. Amma siz və sizin əhatəmizdə sənə tabeçində olan bütün qurumlar bizə əngəl olur. Niyə? Niyə əngəl olmalıdır ki? Biz haqlarımızı, hüquqlarımızı tələb edirik. Qeyri nəsə bir şey istəmirik. Sadəcə olaraq bizə düşən payımızı istəyirik sizdən. Amma sənin atom bunu deyib ki, hər bir insan istənilən bir yerdə öz haqlarını, hüquqlarını tələb edə bilər. Diktator İlham Əliyev, mən də səndən öz haqlarımı, hüquqlarımı tələb edirəm. Mənim haqlarımı, hüquqlarımı verirəm. Bu qədər.